Bismillahirrahmanirrahim. Bugünkü sualımız belədir. Bir nəfər fitrə zəkatını ayırır. Fitrə zəkatını ayırdıqdan sonra həmin fitrə zəkatı, həmin ayırdığı məbləğ ya tələf olur, ya oğurlanır, aradan gedir. İndi sual verən soruşur ki, fitrə zəkatını yenidən verməliyəmmi və yaxud da ki, vəzifəm nədir? Cavab belədir. Əgər müstəhəqqinə, həmin o verəcəyi fəqirə çatdırmaq imkanı olduğu təqdirdə gecikdirərsə, həmin tələf olan məbləğə, ayırdığı məbləğə zamindir. Nə deməkdir zamindir? Yəni yenidən ödəməlidir həmin məbləği, çıxardıb ödəməlidir. Amma əgər müstəhəqqinə çatdırmaq imkanı olmadan gecikdirərsə, bu halda ona əlavə heç nə vacib deyildir. Elhamdülillahi Rabbil aləmin və sallallahu alə Muhammed və alihi tahirin.